BMW ilə toqquşması yaxşı olar. BMW ilə isə çox bərk gedir. Hamıya salamlar dostlar. Nə qədər kommentarlar gəldi ki, taksimetr haqqında ətraflı video paylaş ki, biz də qazanaq. Deməli dostlar, bu videoda sizə tam ətraflı şəkildə baş salacağam ki, taksimetrdə nə qədər qazanmaq olar, necə qazanmaq olar və balansı necə artırmaq olar, çıxarış necə eləmək olar. Sonra nə bilim, mən nə qədər qazanıram, nə qədər müddət ki, çıxarış edirəm. Hər bir şey sizə tam ətraflı şəkildə baş salacağam. Ona görə bu videoyu like edirsiniz, kanalımıza abunə olmayı unutmursunuz və başlayaq. Gördüyünüz kimi dostlar, öz taksi parkımdayam. Hal-hazırda bu bütün maşınlar, yəni 17 dənə maşınım var mənim. Hamısı işləyir və mənə gəlir gətirir. Bugünkü məqsədim odur ki, bir dənə də əlavə maşın almaq istəyirəm, S-Class. İşte bu gəlirimi artıram. Sadəcə olaraq gəlin belə eləyək. Gəlin əvvəldən hər bir şey sizə başı salım, keçək ən əsas səhifəyə və tam ətraflı bir video paylaşaq. Və hal-hazırda gördüyünüz kimi əsas səhifədəyik dostlar. İndi hər bir şey baş salacağam, qeydiyyatı falan. Sadəcə olaraq ən birinci bir dənə suala cavab vermək istəyirəm. Bir çox insanların beynində sual yaranır ki, görəsən taksimetr uzun ömürlü mü olacaq? Bildirmək istəyirəm dostlar, birincisi mən taksimetrdən çoxdandır ki, mən pul qazanıram. Sadəcə olaraq bu gün qərara gəldim video çəkməyə. Nəyə görə? Birinci bu layihə ümumiyyətlə Telegramdaydı dostlar. Bunun saytı yox idi. Telegramda da adı Taksi Wallets idi. Sonra isə dostlar bunlar sayt rejiminə keçdilər. Gəlin birinci statistikadan başlayaq və sizə hər bir şey detaylı baş salacağam. Yəni analiz edib baş salacağım. Deməli, hal-hazırda 263 mindən çox istifadəçi var. 2 milyon dollardan çox pul ödənilibdir və 74 min Telegramda abunəçi var. 74 mindən çox daha doğrusu. Və belə bir şey deyim. Mən burada qeydə keçəndə dostlar, Telegramda bunun APK faylı var idi. Burada dostlar 100 neçə min abunə deyirəm, 100 neçə min istifadəçisi var idi. Yəni qısa konkret sizə belə deyim, layihə 3 ildən çoxdur işləyir. Keçib Telegramlarında birinci posta baxa bilərsiniz ki, 2023-cü ildə taksimetr start verilibdir. İndi isə gəlin dostlar, faktla, sübutla danışaq. Burada gördüyünüz kimi bir düymə var. Gəlirimiz hardandır düyməsi. Bu düymə bizim bütün suallarımıza cavab olunacaq bir düymədir. Çünki burada hər bir şey ətraflı şəkildə yazılıbdır ki, taksimetr hardan qazanır ki, bizə də qazanc verir, qısa konkret. Bəzi platformalar bunu şişirdirlər dostlar. Nə bilim, çox layihələr görübsünüz, yazırlar ki, kriptovalyutadan qazanır, forex-dən qazanır, nəmdən. Amma dostlar, taksimetr necə qazanır? Gəlin bir yerdə baxaq. Deməli, keçid edirik. Gördüyünüz kimi taksimetrin öz taksi parkı var. Sizin bütün, yəni belə deyim də sizə, siz bu səhifəyə keçin, özünüz yəni tanış ola bilərsiniz. Mən sizə qısa variantını baş salacağam. Deməli, sizin bütün yatırdıqlarınız, pulların hamısı gedir taksimetrə. Taksimetr bütün yatırılan pullara maşınlar alır və şirkətlərə verərək qazanc əldə edir. Və sonra isə dostlar, yatırımcılar arasında bölür və platform arasında. Məsələn, yatırımcılara 50% və platformaya da 50% pul düşür. Qısa konkret dostlar, burada hələ taksi fəaliyyətinə də baxa bilərsiniz live rejimdə ki, bu günləri 3557 dənə gedişat olubdur və 10 dənə şəhərdə hal-hazırda taksilər işləyir. Baxın, məsələn, nə yazılıbdır burada? Manchesterdə, Ankarada, Hamburg, nə bilim, Hamburg nədir la? Germaniyada. Gördüyünüz kimi dostlar, burada rubl ilə, tenge ilə, nə bilim, euro ilə, TL ilə şəffaf şəkildə hər bir şey izah olunur. Yəni belə deyim də sizə, Lüboy Tupay adam başa düşər ki, taksimetr hardan qazanır? Yəni cid suallar verməyin kommentdə. Belə layihələr dostlar çox uzun ömürlü olur. Belə deyim sizə, Mobox var idi, mən paylaşmışdım. Mən oradan 4 ildir ki, pul çıxardıram. Mən dediyim kimi, oradan pul çıxardıram. Sonra SEO Sprint videosu var YouTube-da, keçib baxa bilərsiniz. Mən 10 ildən çoxdur ki, mən oradan pul çıxardıram. Və belə bir şey demək istəyirəm ki, taksimetr həqiqətən uzun ömürlü olacaq. Yəni mən buna inanıram. Çünki fakt qabağımızdadır. Yəni qısa konkret hər bir şey onlayn rejimdə, live rejimdə işləyir. Mən də mərc eləyə bilərəm ki, belə 5-6 aydan sonra yenə video paylaşacağam taksimetr haqqında. Onda bəzi istifadəçilər peşman olacaqlar ki, vaxtında girişməyiblər. Deməli, gəlin indi qeydiyyat sizə baş salım. Deməli, istifadəçi adı. Məsələn, Zevs 085. Burada öz elektron postu yazırsınız. Məsələn, Zevs, nə bilim, ağzıma gələn yazdım. Deməli, şifrənizi əlavə elədiniz bura və valyuta dostlar. Ən əsas məsələ, valyutanı çalışın düzgün şəkildə seçin. Əgər Azərbaycanda yaşayırsınızsa AZN seçin ki, depoziti və çıxarışı AZN-də eləyəsiniz. Demək seçəndən sonra dostlar hesab yaradın düyməsinə basırsınız və hesab yaradıldı gördüyünüz kimi və bizə 10 manatlıq Hyundai Accent hədiyyə elədilər. Ucu biz yatırımsız dostlar qazanmağa başladıq. Deməli, gedirik şəhərə. Gəlin baxaq görün mənim maşınımız işləyir yoxsa yox. Bəli, maşınımız işləyir artıq və bizim bir dənə Hyundai Accentimiz var gördüyünüz kimi. Və bizə hal-hazırda 5 qəpik qazanc veribdir. Gəlin gəliri toplayaq. Topladıq və balansımızda 5 qəpik pul oldu. İndi isə dostlar gəlin keçək mənim öz taksi parkıma. Gördüyünüz kimi öz səhifəmə daxil oldum. Bir də bu arada Telegramda təsdiqləyəndə $1 hədiyyə olunur. Deməli, gəlin ilk olaraq nə edək? Keçək navigatorumuza. Gördüyünüz kimi. Baxaq maşınlarımız nə edir? Maşınlarımız hal-hazırda işlək vəziyyətdədir və gəlir gətirir. Xəritəni uzaqlaşdıra da bilərik, navigatoru yanı.
Bu arada dostlar, gəlin belə eləyək. Gördüyünüz kimi gəlirim 175 manat 23 qəpik də hazırda. Gəlin gəlirimizi toplayaq. 17 dənə mənim maşınım var. Gəlirimiz topladıq, balans oldu 683 manat. Qısaca bu günləri qazancım çox yaxşı olubdu. 17 dənə maşınım var dostlar, gördüyünüz kimi. Baxın, Rolls-Royce almışam mən 4250 manata. Göstərəcəm sizə. В общем, bugünkü planım nədir? Bugünkü planım odur ki, bir dənə yeni S-Class almaq istəyirəm maşın özümə, öz avtoparkıma yəni əlavə eləyəcəm ki, daha çox qazanc əldə edeyim. Bir də ki, ən əsas məqsəd nədir? Bu günlər sizə çıxarışı göstərəcəm. Əlbəttə ki, ən əsas vacib şey çıxarışdır. Deməli, gəlin keçək maşın al düyməsinə basırıq, mağazinə. Hal-hazırda balansımızda 683 manat pulumuz var. Burada da görə bilərsiniz. Deməli, S-Class gəlin alaq. Deməli, gəlin ilk olaraq sizə başa salım. Deməli, Hyundai Accent 10 manat qiyməti var ayda. Yəni gündə 10 qəpik gəlir verir, aya 3 manat gəlir verir. Maşınlar burada xeyli var. Məsələn, S-Class-ını da almaq istəyirəm. 425 manat qiyməti var və ayda 170 manat pul verir. Gündə isə 5 manat 67 qəpik. İndi bəziləri sual verəcək ki, qaqa, bən niyə belə az verir ki, biz bura niyə pul yatırıq? Yaxşı, cəsəbindən söz deyim. Bən indiyə kimi o boyda layihələr oldu ki, çox adama qazanc verir. Nə qədər işlədilər səncə? Elə ona görə uzun ömürlüdür də bu. Və mən belə demək istəyirəm ki, taksimetr çox davamiyyətli olacaq və stabildir. Belə deyək. Gəlin dostlar, 425 manata bir dənə S-Class alaq. 18-ci maşınımız ya. Gördüyünüz kimi səsə baxın, taksi səsi gəlir, yəni zakaz gəldi. Keçək indi navigatora baxaq görün maşınımız əlavə olundu-mu. Baxırıq və 18 dənə maşınımız oldu dostlar. Bir dənə bilsizlə narahatdır mənə, bax bu. Çoxlu maşın olanda səhərə kimi çevirirsən. Bunu düzəltsələr çox əla olardı, nəysə. Gördüyünüz kimi Mercedes S-Class-ım var hal-hazırda. Dur gəlir, gətirməyə başladı, gördüyünüz kimi işləyir. BMW ilə toqquşması yaxşı olar. BMW ilə isə çox bərk gedir. Deməli, bir də onu deyim dostlar. Deməli burada bu virtual xəritədir bildiyiniz kimi, oyun kimidir, yəni kripto oyun kimi və bütün sizin investisiyalarınız realni taksiyə gedir. Nəysə, bunu qoyaq qırağı indi. Gəlin çıxarış eləyək. Məsələn, keçirik çıxarış düyməsinə basırıq belə. Və burada açılır çıxarış bölməsi. Mən həmişə açığı Rus kartına çıxarış edirəm, ya da ki USDT-yə, yəni kriptovalyutaya. Amma gəlin bu günləri Visa Mastercard-a məsələn 200 manat çıxarış edeyim, 58 manat da balansımda qalsın. Yazıram burada kartımı. Yazdım. 200 manat deməli dostlar. 200 manat çıxarış eləyə. Bu arada komissiyaslı çıxarışlar. Və müraciət et. Düyməsinə bastıq. İndi gözləyək. İndi dostlar videonu dayandırıram. Gələn kimi yəni xəbər eləyəcəm. Bu da gəldi dostlar. Tam-tamına 4 dəqiqə vaxt keçdi dostlar. Gördüyünüz kimi balansıma 200 manatıma daxil oldu. Və hal-hazırda balansım 242 manat 30 qəpik idi. Çünki 42 manat balansımda var idi. İndi isə balansını necə artırmaq olar? Gəlin onu sizə başa salım. Deməli gördüyünüz kimi mənim ilk depozitim dostlar bura 18.09.2025-ci ildə olubdu. O demək ki mən buradan 5 aydır ki pul çıxardıram. 5 aydan çoxdur da doğrusu. Deməli gəlin belə eləyək. Məsələn balansıma tutam ki, indi mənim balansıma açığı pul lazım deyil, amma 20 manat sizin xətrinizə vura bilərəm ki, başsalım nətərdir. Məsələn, mən kriptovalyutadan vururam, siz istəsəz kartdan vura bilərsiniz. Məsələn, Visa Mastercard seçdik, yazıram. Məsələn 25 manat vurmaq istəyirəm. Davam et. Düyməsinə basıram. İndi bankımızı açırıq burada. Məsələn çıxır burada rekvizit. 50 basaq elə bir yerdə. Bastıq. Getdi dostlar gördüyünüz kimi. İndi baxaq görələ neçə dəqiqə balansımız artacaq. Mən ödəmişim düyməsinə basırıq dostlar və gözləyirik. Gəlin gözləyək bir yerdə elə. Videonu dayandırıb eləmirəm. İndi baxaq. Ödənişi göndərdik 25 manat. İndi gözləyirik. Vəsə balansımıza 25 manat mədaxil oldu gördüyünüz kimi. Bildiriş gəldi. Gəlin baxaq. Balansımız oldu 83 manat. Yəni burada 58 manat yazıb gəlin update eləyək. Oldu 83 manat balansımız. Bu da update eləyəndə depozitimiz görürsünüz dostlar. 25 manat mədaxil olundu uğurlu. Vəsə deməyim odur ki dostlar, sübut kimi istəyirsinizsə baxın. 2025-ci ilin 9-cu ayında ilk depozitim 20 manat pul olub. Sonra 1700 manat, 2000 manat. Sonra məsələn yadımdadır ki 2000 manat pul vurmuşdum. Ayın 4-ü məsələn, ayın 4-ü. Sonra yadımdadır ki 2500 manat vurmuşdum. Bu deyə yeni il günü idi hələ də yadımdadır. 31 dekabr.
Yeni ildə vəbşim qəşəng mənə reklam verilmişdi başqa bir saytdan. Elə belə deyim də sizə açığı yəni 15 manat pul verilmişdi mənə reklama. Başqa bir sayt var idi, boşuma reklam eləmişdim. Oradan 2500 manatdı dedim, ala bura balansıma vurum. Bir dənə də maşın əlavə eləyim ki, qazancımı çoxaldım. İndi isə ən əsas məsələ yatırımsız qazanmaq olarmı? Конечно olar dostlar. İlk olaraq qeydiyyatda onsuz 10 manatlıq maşın hədiyyə olunur. Telegram təsdiqləyəndə $1 hədiyyə olunur və əlavə olaraq da tərəfdaşlar bölməsindən 5% dəvət elədiyiniz dostunuzdan qazanc əldə edə bilərsiniz. Nətər gəlin sizə başlayalım. Deməli baxın, mənim 5682 nəfər tərəfdaşım var. Düzdür, mən YouTuberam əlbəttə ki, orada paylaşımlar edirəm ki, tərəfdaş yığam özümə və faiz qazanam, 5%. Və mənim ümumi qazancım dostlar, bu 5 ay ərzində 8760 manatdır gördüyünüz kimi. Bilməm indi videoda görsəniz yoxsa yox. Deməli, hal-hazırda çıxara bilərəm 460 manat, çünki çıxartmışam bu hamısını. Yəni hər səfər yığılanda çıxardıram. İndi yenə yığılıbdı. 460 manat balansıma çəkib çıxarış edə bilərəm. Amma mən hər səfər nə edirəm? 500 manat yığılan kimi çıxardıram və sonra kartıma atıram. Nəysə qısa konkret, yəni deməyim odur ki, bu linki kopyalayırsınız belə. Nə bilim videolar paylaşırsınız TikTokda, YouTube'da, Instagramda taksimetr haqqında falan və bu linki paylaşırsınız. Kim bu linkdən qeydiyyat keçəndə maşın alanda sizə 5% maşının dəyərində sizə pul gəlir hədiyyə. Məsələn də tutam dost çağırdınız, qaqaş girdi, tutam ki, nə bilim 1000 manata maşın aldı, 50 manat sizə gəlir sırası və siz çıxarışınızı edə bilərsiniz. Kimin də nə sualı olsa dostlar, burada dəstək bölməsi var, 7/24 işləyir. Bu düyməyə tıklayaraq əlaqə qura bilərsiniz. Dostlar, bu günü bu qədər. İndən belə fikirləşirəm ki, heç olmasa ayda bir dəfə taksimetr haqqında video paylaşım və belə layihələr tez-tez gələcək kanalımızda. Öpürəm hamını, sağ olun.